Bığ sadəcə tük zənciri deyilsə, bəs tam olaraq nədir? Biyolojik olaraq bığ androjen təsiri altında çıxan tükdür. Ancaq sosiomədəni səviyyədə bığ şəxsiyyət təmsilidir. Qədim Misirdə firavonların bığları qızıldan düzəldilirdi. Osmanlıda isə kişilərin bığları onların rütbələrini ifadə edə bilərdi. Müasir dövrdə bığ həm fərqlilik, həm də sərhəd göstəricisidir. Psixologiyada isə buna təsir strategiyası deyilir. Çünki bığlı bir kişi ilkin təəssüratda dominantlıq siqnalı verir. Onu saxlamaq nəinki fərqlilik, həm də sənin şəxsi kimliyinin şifrəsidir. Məsələn, Salvador Dali niyə öz bığını sənət əsərinə çevirdi? Çünki o bilirdi, diqqət onun yaratdığı bığda yox, onun yaratdığı metaforada gizlidir. Səndəki bığ səni təmsil eləyir, yoxsa hər hansısa bir şifrə vermir?